Salam değerli izleyiciler. Bugün size Azərbaycanın en güzel ve en qədim bölgelerinden biri Kəlbəcərin Zar kəndinə aparıram. Uca dağların qoynunda dumanların sinəsində gizlenen bu kənd hem təbiəti, hem tarihliliği, hem de bugün yeniden doğuluşu mərhələsində olması ilə seçilir. Zar kəndi Kəlbəcərin şərq tərəfində dağlıq ərazidə yerləşir. Buraya gelen herkes ilk olarak sakitlik, temiz hava, sıldırım dağların yarattığı möhtəşəm mənzərə ilə qarşılaşır. Dağ yamaclarından axan bulaq suları, meşələrin səsi və quşların nəğməsi bu məkanın ruhudur. Kəndin adı Şəhrizər kimi də keçmişdə tanınıb. Kəndin tarixi çox qədimdir. Burada yerləşən Zar mağarasında üst paleolit dövrünə ait insan izləri tapılıb. Bu isə onu göstərir ki, burada min illiklərlə əvvəl də həyat olub. Kəndin yaxınlığında yerləşən 13-cü əsrə ait monastır kompleksi isə bu yerlərin həm tarixi, həm dini mərkəz olduğunu təsdiqləyir. Uzun illər kənddən köç zorən olub. Lakin bugün Zar kəndi yenidən bərpa olunur. Kənddə yeni yaşayış evləri, məktəb, bağça, sosial obyektlərin tikintisi nəzərdə tutulub. Buraya qayıdacaq ailələr üçün tam yeni həyat qurulur. Zar sözün əsl mənasında yenidən nəfəs alır. Zar kəndi həm də gələcək üçün turizm potensialı olan bir bölgədir. Dağ yürüyüşü, təbiət turları, arxeoloji səfərlər və fotoqrafiya üçün ideal məkandır. Bu torpağın hər qarşı tarix danışır, hər daşı xatirə saxlayır. Əziz izləyicilər, Xocavənd rayonunun Qarakənd kəndindəyik. Bu kəndin adı təkcə gözəl təbiəti ilə deyil, həm də tariximizin ən qanlı səhifələrindən biri ilə, Qarakənd faciəsi ilə bağlıdır. 1991-ci il noyabrın 20-sində məhz bu ərazidə terrorçular tərəfindən vurulan hərbi vertolyotda Azərbaycanın görkəmli dövlət xadimləri, jurnalistləri və Rusiya Qazaxıstan nümayəndələri şəhid oldu. Bu xalqımıza qarşı yönəlmiş məkirli bir qəsd idi. Nəticəsində 22 nəfər həlak oldu. Bu terror aktı işğalın başlanğıcında Azərbaycan rəhbərliyini zəiflətmək məqsədi daşıyırdı. Qarakənd faciəsi unudulmaz bir ağrıdır, amma eyni zamanda mübarizə əzminin simvoludur. Lakin bugün Qarakənd yenidən Azərbaycanın nəzarətindədir. 44 günlük zəfərdən sonra kəndimiz düşmən tapdağından azad edildi. Hazırda Qarabağın digər bölgələrində olduğu kimi Qarakənddə də böyük tikinti və bərpa işləri planlaşdırılır.
gəlmədi. Ağladım mən heç yar ilə gözüm dincəlmədi. Sanki daşlandır onun qəlbi, o heç kövrəlmədi. Oxladım müjgan oxuyla bədən bu sinəmi. Oxladım müjgan oxuyla bədən bu sinəmi. Neydi oxlar, həm qaydı sinəmi heç gəlmədi. İncelik bir bəxşəş pis insana vermiş zaman. İncelik bir bəxşəş insana vermiş zaman. Çünkü bunlar çok çalıştı, incelmedi. Aman 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 aman, Vedat aman 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 canım ben. Videonu beğendinizsə kanala abone olmağı, like düyməsini basmağı və fikirlərinizi şərhlərdə yazmağı unutmayın. Sizcə bərpa edilən kəndlərdən hansı layihələr daha vacibdir?